Hayırlı sabahlarınız aziz teleseyirciler. Elbette saat 8 oldu. Ben belirlesem siz anladınız. Millet telekanalında böyle dostluk marafonumuz devam etmekte. Ve ondan gayrı bizim acayip misafirlerimiz her vakit bizni kuvandıralar. Bugün aynı gün ben belirlesem ve çok misafirlerimiz bugün bizni kuvandıracaklar. Elbette ki dostlar, ama bundan evvel misafirimizni takdim etkenimizden evvel biz sizge studiyamızda çalışkan bizim telefonlarımızı, yani canlı bağımızı da bir kere seslendireceğimiz. Hoşma 7 978 095 41 45. Bu güzel günün siz de bütün Millet Telekanalının efirinden bütün Cihan'ı, bütün Kırım'ını, Rusya'nı hayırla bilesiniz. İşte dostlar, şimdi bizim misafirimiz stüdyamızda ve biz memnuniyet ile onu karşılayıq. Elbette ki güzel kadın ve güzel bir milletin vekilidir. Arifa Hanım Muhtarova, Kırım Cumhuriyeti'nin Regional Azerbaycan Milli Medeni Muhtariyeti Cemaat Teşkilatı'nın reis muavini. Selamun aleyküm. Selamun aleyküm. Hoş geldiniz. Çok sağ olun. Arifa Hanım, ben bilesem eğer biz Kırım Tatar tilinde, siz Azerbaycan tilinde laf etseniz çok güzel olacak. Güzel, çok güzel. Siz bizge kol tutarsanız geçeceğimiz mi? Evet. İşte geçeyik. Aslında Arifa Hanım, Azerbaycanlıların medeniyeti Kırım'da nasıldır inkişaf etti? Azerbaycan'da, Kırım Azerbaycanlıların inkişafı demək olar ki, 89-cu ildən də irəli, 1989-cu ildən də əvvəl, bizdə 1989-cu ildə diasporamız yaranıb və həqiqətən də çox işlər görülüb. Biz bura Kırıma düşən gündən bizim əhval-ruhiyyəmiz hər zaman yaxşı olub. Bizim dildə necə deyərlər, özümüz özümüzə elə əhval-ruhiyyə yaratmışıq ki, digər xalqlar da, yerli hökumət də bizə qarşı çox gözəl əhval-ruhiyyədə olub və bu bizi çox sevindirib. Şükürlər olsun, burada bizim qəzetlərimiz, burada bizim kitablarımız, burada bizim, necə deyərlər, Voskresная şkola, bazar günü məktəbləri, hər bir nə fəaliyyət lazımdırsa biz əlimizdən gələni etmişik və şükürlər olsun. Və çox razıyıq. İndiyə qədər olan dövrdən, hal-hazırda yerli hökumətdən olduqca razıyıq və digər xalqlardan olduqca razıyıq. Çok güzel. Arifa Hanım, aytınız buna, bu siz yaşaysınız Kırım'da ve elbette Kırım'da Kırım Tatarlar da yaşay ve ondan da gayrı çok halklar ve buna bizle böyle dostluk münasebetleriniz hakkında aytsanız ve bekim ailelerle beraberlikte böyle dostlarınız vardır Kırım Tatarlarının içinde. Çok güzel. Bizim bugün Milli Mədəni Muxtariyyatımızın üzvlərindən Kırım Tatarlar da var. Baxmayaraq ki, Kırım Azərbaycanın milli mədəni muxtariyatıdır. Tərkibimizdə Kırım Tatarları var. Bizim demək olar nümayişlərimizi, konsertlərimizi, evimizin içində hər zaman Kırım Tatarlarıdır. Bizim qanımız bir, dilimiz bir, dinimiz bir. Ola bilməz ki, biz ayrı yaşayaq. Heç cür mümkün deyil. Övladlarımızın dostları Kırım Tatarları, baxmayaraq başqa millətlərdən də var. Rus milləti, Qreklər, Karayemlər, hamısı. Ancaq Kırım Tatarları ilə bir başqa münasibət. Çünki bizim adətlərimiz, ənənələrimiz birdir. Bizim mətbəxlərimiz birdir. Və bunlar bizi olduqca bir-birimizə yaxınlaşdırır. Çok güzel. Aslında evvel izlerden Kırım Tatar ziyalıları Azerbaycan'da da nesil alğan edilir. Misal için Bekir Çobanzade o Baku'da tahsil alğan idi. Baku'da çok yıllar devamında yaşaydı. Ya Azerbaycan'da Kırım Tatarlarına nasıl kıymet kesilir? Olduqca gözəl. Azərbaycanda Kırım Tatarları diasporası var ki, özlərini heç deyərdim Kırım Tatarları sanmırlar. Elə bilirlər, Azərbaycanlıdırlar. Bekir Çobanzadəni heç biz Kırım Tatarı kimi qəbul etmirik. Azərbaycanlı kimi qəbul edirik. Demək olar ki, onun üzərində hər zaman söhbət gedir. Biz deyirik bizimdir, Kırım Tatarlar deyil bizimdir. Görün, nə boyda gözəl münasibət var. Bu münasibətdən irəli gəlir, bu hörmətdən, məhəbbətdən irəli gəlir. Hər zaman Kırım Tatarlarının ziyalıları Azərbaycanda öz ürəklərini qoymuşlar, öz diləklərini qoymuşlar, öz izlərini saxlamışlar. Və yaxud Kırımda Azərbaycanlılar nə boyda izlər qoymuş, nə boyda Kırım üçün, Kırım Tatarları üçün, Kırım hökuməti üçün nələr etməmişlər ki.
bunları tədricən yavaş-yavaş bizi efirlərə dəvət etmək və bunların hamısı necə deyərlər, açıb ortalığa qoymaq gərək və bu sizin Millət kanalının öhdəsinə düşür. Sağ olunuz, elbette ben birleşim. Ve şu fırsattan faydalanıp elbette biz çok bayramlarını beraberlikte kayıt edemiz ve böyle devletimizde böyle bayramlarını yapkanda böyle halklarının münasebetleri ve gelgen bekim insanlar tecrübde kaladırlar. Sizin fikriniz bizim nasıl bayramlarımız geçe beraberlikte? Bizim beraberlikte Novruz bayramımız var. Bizim demək olar ki, birdir bu bayramlar. Qurban bayramımız var. Ramazan bayramlarımız var. Hepsi bir. Biz bütün bayрамlarımızı Крым-Татар инженер-педагогическом университете. Вот всегда отмечаем, там ректор нас так встречает. Очень красиво. Как будто, когда нас видят наши, как зайду, думают, свои. Не так принимать, как будто я себя чувствую, я есть крымская татарочка. Вот. До того степени у нас отношения очень хорошие. Ve biz her zaman, поэтому же мы благодарны им. Халглар достлугу evi, есть дом дружба народов. Туда тоже зайдем, мы не думаем, что там разные работают. Вот есть там рабочие, например, крымские татары, греки, караимы, разных народов встречают нас как зайдем. Кофе или чай, сразу вопрос у них. Это же нас радует, правильно? Вот Крыму надо действительно создавать такую ауру. Вот, mesela deyərdim, у нас есть праздник Крым, Dünya Azərbaycanlıların həmrəyliyi günü. Bu həmin bayramda bütün xalqlar bizimlə olur birlikdə. Все народы с нами в том празднике, вот все народы, вот крымские евреи, крымские караимы, греки, крымские татары, ну, кого не скажу, простят меня. Все с нами вместе, мы ими вместе. Вот тут сегодня очень большая дружба есть. Вот вчера, например, мы были, юридическая академия нас приглашала, разных народов. Там студенты выступали, представляя разных народов национальную культуру, и танец, все. Мы получили, конечно, гостеприимность. Это самое, я думаю, kürsü deyərdim buna və hər bir xalq bundan ötürü əlləşirdi, həmin kürsünü qazanmaqdan ötürü. Mənim əllərimə baxan olsa bilər ki, 3 gündür mən mətbəximdən qırağa çıxmıram. Mənim əllərimi bu hala salan bizim yarpaq dolmasıdır. Виноградные листья есть долма у нас. Вот их готовила, вот даже сюда, когда пришла, смотрю ногти свои, руки свои, но чистить это невозможно, это же листья виноградные, она не уйдет. Думаю, а я посмотрю, горжусь, что тут есть моя национальная азербайджанская кухня, что приготовила. Слава Богу, мы получили самую высокую месту, и для нас это хорошо. Onu demək istərdim ki, bugün Krımda həqiqətən də dostluq yaradılır. Tələbələrə, məktəblilərə, xalqlar dostluğu haqqında söhbətlər gedir. Tez-tez biz ali məktəblərdə, orta məktəblərdə oluruq. Öz Azərbaycanlı şagirdlərimizlə, öz Azərbaycanlı tələbələrimizlə maraqlanırıq ki, onlar hansı aurada, hansı enerji altında oxuyurlar, yaşayırlar və bizimlə öz dərdlərini həmin tələbələrimiz, şagirdlərimiz bölüşürlər. Və biz buradan bir nəticəyə gəlirik ki, şükürlər olsun ki, hər iş öz qaydasında. Çok meraklı. Aslında bugün bütün bayramdır ve bütün Rusya, Kırım için bayramdır ve şimdi sizin böyle fırsatınız var. Bütün bizim seyircilerimizin bu güzel bayram ile hayırlamaktır. Sizin bayramınızı təbrik edirəm. Sağ olun, sizin de. Biz buradan çıxıb nümayişə gedəcəyik. Xalqlar Dostluğu evi, çox sağ olsun, biz bütün millətləri bir araya yığır və nümayiş təşkil edib. Biz buradan çıxıb nümayişə gedəcəyik, hərə öz ölkəsinin, öz vətənin tərənnüm edəcək. Kimisi öz milli mətbəxi ilə, kimisi öz milli geyimi ilə, yəqin ki, mən milli geyimdə olacağam və mətbəximiz də öz rolunu oynayacaq Allahın köməkliyi ilə. Və biz minnətdarıq, sizə minnətdarıq ki, bugün bizi yaddan çıxarmırsınız. Bugün ayrı-ayrı, вот смотрите, сегодня вы такую ауру создали, вот разные народы, мы вместе. Вот это и есть дружба. Дружба зависит от нас сами, правильно? Да. Если мы этого хотим, будет. Человек, insan elə bir qüvvədir ki, hər nə istəsə onu əldə edə bilər. Allah el eləsin ki, hər bir insanda müsbət qüvvə olsun. Həmin müsbət qüvvəni həyata keçirmək arzusu olsun. Çok sağ olun. Sağ olun.
Çok teşekkürler sizge bildiremiz. Kelgeniniz için de böyle güzel sözler ve tilekler için de çok sağ olun. Teessüf ki bizim sohbetimiz sonuna geldi. Çünkü vaktimiz sınırlı burada. Çok misafirlerimiz bizni bekliyor. Çok sağ olun. Sağ olun, sağ olun. Hürmetli teleseyircilerimiz biz devam edeyiz ve növbeteki muzika dahası sizler için.